Demək, uzun müddətli populyar olan bir mövzu var. Hələ də oxunur, paylaşılır. Təbii ki, bu motivasiya məqsədi ilə paylaşılır, amma burada sual var ki, bu nə qədər motivasiya vericidir? Məsəl üçün, dünyada məşhur biznesmenlərin həyat şəraiti. Məsələn, Elon Musk, Steve Jobs. Əsasən belə olur. Elon Musk'ın uğurunun 8 səbəbi. Biz ora baxanda görürük ki, Elon Musk saat 6-da durur yuxudan. Səhər idmanı eləyəndən sonra gəzintiyə çıxır. Daha sonra bu məqalələrlə də bağlı elə bir yönəlmə var ki, xüsusilə yeniyetmələr və yaxud da yeni sahibkarlarla bağlı uğurlu olmaq üçün nədənsə o yolu izləməyə çalışırlar, birə-bir izləməyə bəzən çalışırlar. Və sual budur ki, həqiqətən biz o yolu izləsək uğurlu olarıqmı, yoxsa uğurun yolu budur, yoxsa yox? Amma baxmaq lazımdır ki, bizim ümumiyyətlə həyat şəraitimiz o standartlara nə qədər uyğundur. Məsəl üçün, Elon Musk səhər 6-da duranda onun gəzinti üçün lazım olan geyimləri artıq ütülənmiş, hazır olur. Və yaxud da ki, o gəzintini eləyərkən harda eləyir? Özünün yaşıl uzun bir bağçasında, bağında eləyirsə, biz 6-da yarı qaranlıqda gəzmək üçün çıxanda bizi nə gözləyir tam olaraq bilmirik də çöldə. Və yaxud da ki, gəzintidən sonra gələrkən orta statistika Azərbaycan hər biri rahat şəkildə duş qəbul edə bilmir. Və eyni zamanda biz işə gedərkən əndişələr var. Görəsən, avtobus tapacağıq, yoxsa yox, taksi ilə gedək, yoxsa yox, tıxac olacaq, basırıq olacaq, olmayacaq. Bunları hər bir nəzərə almaq lazımdır. Görən necə başlayırıq biz? Biz niyə rutinləri davam elətdirə bilmirik? Məsəl üçün, Elon Musk'ın rutinlərini niyə davam elətdirə bilmirik? Bəlkə həyat şəraitimiz ona uyğun deyil. Amma nəzərə alaq ki, həyat şəraitlərimiz ona uyğun deyilsə, bunu eləməyə çalışsaq da belə 2 gün sonra əvvəlkindən daha demotive olmuş olacağıq. Bence faydalıdır ki, öz standartlarımıza uyğun davranışları sərgiləyək. İndi həyat şəraitimiz yüksəldikcə ola bilər ki, Elon Musk kimi saat 6-da durarıq. İşdən sonra ailəyə vaxt ayırmaq olar və yaxud gecə olmadan kitab oxuyub yata bilərik. Əgər həyat şəraitimiz ona uyğun deyilsə, özümüzü məcbur eləmənin bir faydası yoxdur. Faydalı çalışmaq üçün, öz şəraitlərimiz daxilində faydalı çalışmaq üçün daha çox mübarizə aparsaq daha yaxşı olar.